Salam qızlar, necəsiz? Ümid edirəm ki, hamınız yaxşıdır. Bugün başlığına da gördüyünüz kimi tək marka Şıqlar məhsulları ilə make-up eləyəcəyik. Təxminən 20-yə yaxın məhsuldur. Make-up edib və edə-edə də məhsuldan danışacağam. Alınarmı, alınmazmı, qiymətinə dəyərmi, dəyməzmi? Hər bir məlumatı verəcəm. Ümid edirəm ki, videonu bəyənəcəksiniz. Deməli qızlar, başlayırıq. Özüm üçün Netflixə burada serial qoymuşam. Jenny Make a Wish adlanır, K-dramadır. Bir qutu bizim Şıqlar məhsullarımız var. Deyək ki, göz temperatidir. 3 göz temperati olmalıdır məndə. Təbrik edeyim məni. İlk addımda səhv elədim. Mən istifadə etməliydim tonal krem. Buna bax. Nəysə, tonal krem olaraq belə bir Skinfinite seriyasından Hydrating Foundation var. Üstünə yazılıb ki, shake well before use. Shake. Nəysə. Bununla tətbiq edəcəm. Baxın, nəzik bir şeydir. Yarabbim, niyə bu kadar? Birinci çalışım üzə fırça ilə nəsə tətbiq edeyim. Bu ten məhsullarını. Concealer'dır, korrektordur. Və yaxud da BB'li CC'li tonal kremdir bunları. Məhsul üzünüzdə qalır, sponj tərəfindən çox da yeyilmir. Baxın, belə bir fırçadan istifadə edirəm. Bütün üzümə tətbiq edirəm bunu. Baxmayaraq ki, qeyd olunur ki, Hydrating Foundation, yəni belə nəmli bir tonal kremdir. Mən elə düşünmürəm. Almağa dəyərmi? Şeyindən alırsınızsa, əlbəttə ki, o qiymətə möhtəşəmdir. Qapadıcıdır da, həm də yaxşıdır, istifadə etmək olar. Bir göz altıma bu konsilerdən istifadə edəcəm. Buttercream rəngidir. Çox ağdır mənim üzümə, çox. Ona görə əlim çox gedmir. Birinə də Şıqlardan şortsunu çəkmişdim. Buradakı rəngi istifadə edəcəm. Bəlkə də qarışdırdım, istifadə elədim. Gəlin elə başlayayım. Ümumiyyətlə, siz burada bir çox rəngi qarışdırıb istifadə edə bilərsiniz. Bu palet də adlanır Vanilla Sculpt. Çox gözəl bir paletkadır. Mən bir neçə dənə məsələn rəngi birləşib bununla bunu birləşdirə bilərəm və s. Yəni o sizin seçiminizə qalıb. Məncə əla paletkadır. Digər tərəfdə də bu məhsulun Buttercream rəngini istifadə edək. Əgər bununla buna baxsam, mən düşünürəm ki, bu daha qapadıcıdır. Bəlkə bundan az istifadə eləmişəm, o da ola bilər. Amma rəngi məndə çox ağ olduğundan çox da istifadə edəndə göz altlarım belə çox boz qalır. Nəysə, mən bunun duruşunu da bəyəndim. Buna gələndə isə bu çox da seçimim deyil, çox da istifadə eləməmişəm hətta. Gəlin bundan danışım. Çox qapadıcı deyil. Çalışın rənginizi normal tapa bilin. Mən dediyim kimi Buttercream rəngini almışam. Heç mənə uyğun deyil. Sonra nə deyəcəkdim? Göz altlarına tez dolur və çox qurudur. Çox qurudur. Onsuz da gördüyünüz kimi qurudur. Bunu make-up sütü ilə istifadə eləsəz çox daha yaxşı olar. Qurudur, amma uyğun qiymətə gördünüzsə almağa dəyər. İndi baxırsınız concealer'dan nə istəyirsiniz. Mənim xoşuma gəlmir ki, belə pütür-pütür gözümdə dursun. Krem versiyada olan konturda. Burada bu rəngdən istifadə edəcəm. Görürsünüz ki, soyuq bir qəhvə var burada. Yəni bu çox gözəl bir kölgə yarada bilər. Qızlar, mən bunda istifadə etməliydim əslində digər tərəfə olsun. Gəlin bunda istifadə eləyək. Bu da bir konturdur Şıqların. Define Stick gedir. Nömrəsi də Soft Tendir. Belə istifadə edeyim. Əslində mən bura başqa vurmalıydım, bura başqa, amma eybi yox. Mən onsuz da bilirəm bunlar haqqında nə deyəcəm. İstifadə etmişəm. Yarıtdım. Gördüyünüz kimi məhsulu çox götürməliyəm ki, üzümün bir neçə yerinə baxın, neçə dəfə vururam. Yəni siz bunu hər gün istifadə eləsəz, bu çox tez bitəcək. Çünki pigmentasiyası çox yoxdur. Pigmentasiyası çox olmadığından siz çox məhsul götürməlisiniz və bu bitəcək. Mənim Şıqlardan olan ən pis məhsullarım bunlardır deyə bilərəm. Qramına qoy sizə deyim, 7.5 qramdır.
Ən zəhləm getdiyim məhsullardan biri budur. Heç pratik deyil, rəng vermir, vaxtınızı yeyir. Bundansa bu paletkadakı how to say kontur. Mən ümumiyyətlə bu seriyaya, bu şəkildə olan, stick versiyada olan Shiglami məhsullarına yox deyirəm. Var, bunu da göstərəcəm. Bu ənlikdir, bu konturdur, bu ənlikdir. So, mən bəyənmirəm. Sizə də tövsiyə etmirəm. Bronzer. Yenə də bronzer. Bu arada birinci krem məhsulları istifadə edirəm. Sonra üzümü sabitləyəndən sonra quru məhsullardan keçəcəm. Yəni bronzer, ənlik və kontur həm quru, həm sulu olaraq istifadə edəcəm. Yəni maye şəklində və yaxud da krem şəklində. Ənlikdən istifadə edirəm. Burada siz ənliklərin bir neçəsini də qarışdıra bilərsiniz əslində. Görələ. Pigmenti nə çox deyil, nə də ki az deyil. Ortalama bir pigmentdir. Digər tərəfə Shiglami'nin belə bir stick ənliklərindən Wild Love nömrəsindən istifadə edək. Baxın, neçə dəfə vururam ki, yəni bir neçə dəfə istifadə eləməlisiniz ki, yarısı qutarsın, sizin üzünüzə də rəng versin. Yəni çox mu pisdir? O qədər də deyil. Almısınızsa, yəni istifadə eləyirsinizsə, əgər çox məhsulunuz yoxdursa əlinizdə, insan çox məhsul olmayanda müqayisə də eləyə bilmirsiniz, belə deyim. Amma mənim əlimdə çox məhsul var və mən düşünürəm ki, bunun pigmentasiyası yaxşı deyil. 3 ədəd dodaq məhsulum var. İlk olaraq dodaq qələmi olaraq, kontur olaraq belə bir məhsuldan istifadə edəcəyik qızlar. Bu gedir Fall in Line Peel Off Lip Liner Stain. Yəni belə soya biləcəyiniz bir dodaq qələmidir, lip staindir. Biraz problem, dodağınız təmiz olmalıdır. Yəni dodaq əgər təmiz deyilsə, dodağa tutulması da yaxşı olmayacaq. Qızlar, gördüyünüz kimi bu şəkildə istifadə elədim. Bu indi bizim dodağımız olacaq. Mən digər make-up məhsullarını istifadə edərkən, yəni istifadəsi biraz çətindir və vaxt lazımdır ki, gözləyəsiniz. Sonra how to say, nə deyirlər buna? Soyasınız. Amma əgər vaxtınız varsa, dodaqda gün boyu qalıcı bir dodaq boyası istəyirsinizsə, dodaq qələmi istəyirsinizsə, məncə bu onlardan biridir. Məndəki rəngi Brownie Points'dir. Brownie Points, yəni belə qəhvəyi tonlarındadır. Belə bir pudramız var. Yadınızdadırsa birində sizin üçün qoymuşam. Hələ ki davam eləmirik. Amma təzədən paylaşıb təzədən eləyəcəm. Yəni inanın mənə məhsulları saxlamışam, oradadır. Bir neçəsini fərqli izləyicilərimə hədiyyə vermişdim. Çəhrayı rəngdədir. Deməli, adını deyim də Insta Ready seriyasından Bubblegum nömrəsidir. Bu dəqiqə make-up'ımı çox bəyəndim. Vay. Çox soft bir make-up alınıb. Bəli, göz altlarımızdan belə keçəcəyik. Məhsul 2 hissəlidir. Alt tərəfində toz halında var. Yuxarı tərəfində isə baxın bu tərəfində preslənmiş halda pudra mövcuddur. Qızlar, gördüyünüz kimi üzüm çəhrayılaşdı. Demək olar bundan eyni rəng oldum. İndi gəlin bundan danışım. Qiymətinə görə əslində uyğundur və buradan da görə bilərsiniz ki, bayağı bir istifadə eləmişəm alt tərəfindən. Üst tərəfindən də yəni bayağı ondan da istifadə eləmişəm. Sabitləyirmi yaxşı? Yox, eləmir. Bayağı eləmir. Amma mən bunu çəhrayı rəngini bəyənirəm deyə bəzən çəhrayı rəng göz altlarına daha aydın göstərə bilir, daha gümrah göstərə bilir. Ona görə istifadə edirəm bir müddətlik. Sonra təzədən üzümdə, məsələn, göz altlarıma dolmalar və s. olur. Mən təzədən məhsulu istifadə etməyə məcbur qalıram. Ucuzluq, yəni uyğundur, 9 manat 10 manatadır. Quru məhsul olaraq, yəni bronzer kontur olaraq mənim belə bir paletim var. Bu palet adlanır Trio Hero Face Palette. Bu paletdə, baxın belə balaca paletdir. Bir ədəd kontur, toz bronzer və highlighter mövcuddur. Kontur bildiyiniz kimi soyuq alt tonlu bir məhsuldur. Bayağı pigmentlidir gördüyünüz kimi. Getmədi. İndi gəlin bronzerdan istifadə edək. Baxın bu narıncı alt tonlu məhsulu. Çox pigmentasiyalıdır. Ümumiyyətlə quru məhsullarda Shiglam çox pigmentasiya axtarışındadır, elə bil. Bronzeru bu arada mən belə yerlərə də tətbiq edirəm. Bu arada nömrəsi səndə idi. Mən bu məhsulu bəyənirəm. Çünki
Hər bir yerdə, baxın, bu rəngdə olan kontur tapmaq mümkün deyil. Artıq bir çox marka bu rəngdə konturlar çıxartmağa başlayıb və mən düşünürəm ki, kontur soyuq altdan olmalıdır. Ona görə də buna görə mən bəyənirəm. Əslində yaymağı, tətbiqi və s. çox yaxşıdır, üzdə qalıcılığı da yaxşıdır. Bir dənə problemim buradakı highlighterla da, o da belə topak olur, ona görədir. Amma highlighter olaraq da yaxşıdır. İndi istifadə eləyəcəyik. Yəni əgər uyğun qiymətədirsə almaq olar. Amma bir dəfə bu paleti 27 manata görmüşəm hardasa Azərbaycanda. Mən heç 10 manata almamışdım deyəsən. Keçək ənliyə. Şıqlam ənliyi var. Çox bəyənirəm bu ənliyi. Baxın, Powerpuff Girl olandı. Adı da Tough Love Shimmer Blush. Bundan istifadə elədik. Bu məndən keçərli notu alır. Bir dənə güzgüsü yoxdur, o problem. Yəni, bura bir dənə güzgü qoya bilərdilər. Böyük bir problem deyil, deyəsən özüm qoyacam. 3 ədəd göstərim paleti var. Ən bəyəndiyim budur. İkinci olaraq budur, üçüncü olaraq budur. Bunu çox da bəyənmirəm. Bu glitter olanıdır. Bu palet adlanır Vinyl Pop Color Palette Rose Sonata. Yəni seriyanın adı Vinyl Pop Color Palettedir. İlk olaraq baxın, belə bir baza rəngdən istifadə edirəm. Bu paletdən danışmaq istəyirəm qızlar. Ən çox sevdiyim budur. Çünki burada həm belə baza var, kremdir, bazadır. Burada krem bir ten var, kölgə var. Mən çox bəyənirəm. Çünki çox tozlanmır, çox belə pütür durmur. Gündəlik istifadə oluna biləcək nude tonlar var. Gördüyünüz kimi nude tonlardan ibarətdir. Həqiqətən burada bir dənə parlaq rəng var, o da budur. Bu rəngdən də çox xoşum gəlir, çox gözəl parıldayır gözdə, yağ kimi yayılır bu seriyaya. Bu da No Place Like Home palette gedir. Bunun bir neçə növü var, bu arada bu da dəmirdir. The Wizard of Oz'la olan işbirliyinə yaranıb. Getdik. Burada da bu kimi rənglər görürsünüz, çox gözəldir. Əlbəttə ki, mən məsələn bu 1, 2, 3 bu rənglərə görə almışdım. Bir olsun. Digəri kimi siz 3 ədəd belə mat rənglər görə bilərsiniz. Ağ bu arada çox qəşəngdir, çox qəşəng, yəni pigmentasiyası yaxşıdır. Bu çox tündür, bu iki rəng. Gecə makiyajları üçün də əladır. Sizin üçün də belə göstərə bilərəm. Baxın, bu da mavi rəngidir. Ne qəşəngdir. Utanmasam bu dəqiqə hər şeyi üzümə vuraram. Bunu da bəyənirəm. Keşkə güzgüsü olsaydı. Bir də ki, rənglər hər kəsin seçiminə, hər kəsin tərzinə, hər kəsin istəyinə uyğun deyil. Biraz bu belə şey yarada bilər, amma məndən də yaxşı nota alan bir məhsuldur. Belə topak olur, qalır. Fırça vura bilmirsən, pis gündə olur. Barmaq vurursan, bir də görürsən ki, özündən getdi. Məsələn, burada ən çox istifadə elədiyim belə monoxrom deyirlər. Bir rəng var. Belə fərqli rənglərə, fərqli yerlərdən baxanda, pointlərdən baxanda fərqli rənglər verə bilir. Əslində rənglər çox gözəldir, parlaqlıq da əladır, amma keşkə o topaqlanma olmasa, yəni fırçanı vurmaq mümkün deyil. Ona görə də deyirəm ki, çalışın bir çox məhsulunuzu belə eləyin, barmaqdan. Shimmerlı məhsulları barmaqla tətbiq eləyin. Əslində o qədər də pis deyil, qiymətinə görə yaxşıdır. Mən niyə bu qədər buna pis dedim? Məncə deyil. Okeydir, barmağınızla istifadə edin. Çox gözəl məhsuldur. Bunu da şeylərə əlavə edin. Mən bu məhsulu istifadə etmədim. Bu bir qələmdir. Burada siz highlighter görə bilərsiniz. Bir concealer, bir kontur, bir bronzer görə bilərsiniz. Düzdür, balacadırlar, amma məncə uzun müddət gedərlər və istifadəyə uyğun. Highlighter olaraq bizdə 2 dənə, yox, daha 3 dənə məhsul var. Biri bu paletdə olandı, bildiyiniz kimi bayaq göstərmişdim. Biri budur. Bu highlighter fırçamı götürüm. Bunu vuracağım gözümün, qaşlarımın altına belə. Şıqlami Corpse Bride-la olan işbirliyindən belə bir məşhur bir paleti var. Üstünü görürsünüz bu paletin. Əsl kolleksiya məhsuludur da. Çox qəşəngdir. İçini açırsınız, güzgü əvəzinə Corpse Bride-ın məşhur xarakterlərinin, başrollarının şəklini görürsünüz. Məhsul olaraq, məhsul monoxromdur. Yəni, burada ağ görsənir, amma siz belə tətbiq edirsiniz. Həm mavi ola bilir, həm bənövşəyi görünə bilir falan. İndi gəlin bunu üzə vuranda Allah cəmaət deyəcək, bu baş xarabdır. Biz belə
tərəflərə doğru istifadə edeyim. Bu make-up'a heç uyğun deyil, amma sadəcə dedim ki, göstərim. Yəni qızlar, kolleksiya sevən bir insansızsa, Corpse Bride sevən bir insansızsa və bu qablaşdırmalar çox fikir verə bilən insansızsa almağa dəyər. Digər türlü yox. Çünki siz bunu highlighter kimi istifadə edə bilməyəcəksiniz. Çünki bunu Azərbaycanda mən emozat deyiləm ki, götürüm hər gün istifadə edeyim. Göz üstünə və s. istifadə etmək olar. Bir də ki, özəl günlərdə nəsə eləmək olar, amma hər günlük istifadə etməyə dəyərmi? Yox. Əslində bu highlighter da quru şəklində. Bunun bronzer və ənli olan versiyaları da var, krem olan. Amma mən highlighter almışdım. Amma bunu highlighter kimi istifadə etmirəm. Mən rəngli olan bir çox highlighteri ənli ya da bronzer kimi istifadə edirəm. İndi gəlin bunda şey kimi istifadə edəyək. Bu dəfə amma mən istifadə edəcəm bunu highlighter kimi. Oyda nə qəşəng parıldadım. Qızlar, bunu ilk dəfədir ki, bu qədər çox istifadə elədim və çox bəyəndim. Bu tərəfə baxın, bu tərəf də qəşəngdir, amma bu yansıma olmasa. Mən çox bəyəndim bunları. Bunu da almağa dəyər. Bunun başqa növləri də var. Əsasda şampan tonunu sizə tövsiyə edirəm. Əgər deyirsinizsə ki, bir məhsuldan həm ənli kimi, həm highlighter kimi istifadə etmək istəyirəm, bu məhsulda sizə tövsiyə edirəm. Gedin alın. Bu ənlikdə məncə danışmışam. Şıqlarımın bu seriyası əslində mənim çox xoşuma gəlir. Çünki bir bronzer da bitirmişəm bu seriyada. Amma çox pigmentasiyalıdır və siz gərək üzə iynə ucu qədər bir nöqtə qoyasınız və tətbiq eləyəsiniz. Yəni qoymasanız çox pis palçıq kimi bir görüntü yaradır və buna görə də bu məhsulu əslində sevmirəm. Yəni çox istəyərdim ki, az bir pigmentasiya, orta bir pigmentasiyan olsun da, amma elə deyil. Nəysə. Liner vuraq. Liner olaraq istifadə edəcəyik yenə Şıqləmdən black olanını. Mənim bu çox xoşuma gəlir. Məncə danışmışam videolarda və s. Düzdür, çox tez fırçada quruyur. Tətbiqi də asan deyil, amma bir aya bitən linerlərdən qat-qat yaxşıdır. Heç nə də çıxartmaq mümkün deyil. Mən də yarıdıram burada, maşallah. Gözdən heç axmır. Su dəyəndə də demək olar axmır. Yerə bir də səhv eləyərsiniz, onu silməyə çalışarsınız. Silmək mümkün deyil. Çox qəşəngdir, qalıcılığı və s. Əfsanədir, əfsanədir. Mən çox bəyənirəm. Alaram yenə. Bu soymağa başlayaq. Anam. Sonra belə şeylər yaranır. Alın qızlar, alın. Bu görüntüyü bəyənirsinizsə alın. Pomada olaraq məndə belə yeni bir qələm var. Bu qələmdən bayaqlar sizə üz məhsullarında da göstərdim. Bu pomadadır. 4 ədəd pomada var burada. Mən bu pomadadan, bu rəngdən istifadə edəcəm. Nəysə qızlar, gördüyünüz kimi make-up belə alındı. Mən əslində çox bəyəndim. Çox belə fresh bir make-up alındı. Düzdür, bəzi məhsullarım yox idi, qaş geli kimi və s. Amma digər məhsulların hamısı var idi. Ağzımda belə xırs-xırs bir şey var. Hansı məhsul ağzıma girib? 100% bu zibildir. Bu zibildir, həqiqətən. İndi gəlin sizə sevmədiyim məhsulları göstərəm. Mən sevmədiyim məhsullar. Bir də almaram. Baxın, belə bir məhsul. Budur. Pudra. Heç almaram, ayollar, qabından da töküldü. Xərsəng olmasam yaxşıdır. Bunu almaram. Bu seriyadan olan heç bir məhsul almaram. Stick versiyada olan krem məhsullar. Bu çox pigmentasiyalıdır, bunu almaram. Amma başqa rənglərinə baxmışam internetdə. Deyilənə görə onlar yaxşıdır, amma mən almaram deyə. Amma bunu ortabab qoyuram. Bu mənim şəxsi seçimimdir. Bir də bunu almaram. Dediyim kimi çox quru bir məhsuldur. Belə pütür-pütürlü görüntü yaradır. Sevmirəm bunu. Göz altları belə yağlı dəriyə sahibsinizsə almağa dəyər. Amma onda da düşünürəm ki, pütür-pütürlü yaranacaq. Çünki mən üzümü çox yaxşı nəmləndirirəm. Belə. İndi gəlin sevdiyim məhsullara keçək. Bunlar qoyum üzərinə. Sevdiyim məhsullar. İlk olaraq bundan başlamaq istəyirəm. Qiymətinə görə çox əla bir foundation'dır. İlk dəfə, hətta bugün mən sizə deyərdim ki, ilk dəfədir ki, bəyəndim bunu, çox bəyəndim. Bu dodaq pomada, belə deyim, qələm. Sonra bu set, bu
Sonra bu palet. Bunu da bəyəndim. Bunu onsuz bəyənirəm. Düşünürəm ki, çox cute bir görüntüsü var. Ən sevilənlərdən, məncə ən favori məhsulum Şiqləmdən budur. Bu paletdir. Qızlar, bunu almağa mütləq dəyər. Yəni o tərəfi bu tərəfi yoxdur. Bu da məncə çox gözəldir. Tez tələsik bir make-up eləyəcəksinizsə almağa dəyər. Atın çantada qalsın. Liner of course. Liner sevimlidir. Sonra yenə də bir ədədir bu palet. İkinci olaraq bu palet, bundan ötürü ürəyim gedir. Bu məhsul da çox gözəldir. Bu dodaq steyni olan soyduğunuz. Bu da yaxşıdır. Bu günləri məsələn buranı çox gözəl parlatdı və qəşəng rəng verdi. Sonra geriyə qalır iki məhsul. Biri bu və bu. Bu məhsul istifadəli deyil məncə. Sadəcə kolleksiyada saxlamaq üçün. Ona görə də bunu ortaya əlavə edirəm. Yəni nə yaxşı, nə pis. Bu da glitter olaraq əslində yaxşıdır. Çox bəyənmirdim, amma bugün düşündüm ki, qiymətinə görə əladır. Mən niyə görə bəyənməyim bunu? Nəysə qızlar, bəyəndinizsə rəylərdə aşağıda qeyd edin. Yaxın zamanlarda Kiko və sair digər məhsullardan tək marka make-up eləyəcəm. Ümid edirəm ki, bəyəndiniz. Necədir? Nəysə qızlar, gördüyünüz kimi make-up belə alındı. Mən əslində çox bəyəndim. Çox belə fresh bir make-up alındı. Düzdür, bəzi məhsullarım yox idi, qaş geli kimi və sair, amma digər məhsulların hamısı var idi. Ağzımda belə xırs-xırs bir şey var. Hansı məhsul ağzıma girib? 100% bu zibildir. Bu. Mən sevmədiyim məhsullar. Bir də almaram. Baxın, belə bir məhsul. Budur. Pudra. Heç almaram. Ay Allah, qabından da töküldü. Xərsəng olmasam yaxşıdır. Bunu almaram. Bu seriyadan olan heç bir məhsul almaram. Stick versiyada olan krem məhsullar. Bu çox pigmentasiyalıdır. Bunu almaram, amma başqa rənglərinə baxmışam internetdə. Deyilənə görə onlar yaxşıdır, amma mən almaram deyə. Amma bunu ortabab qoyuram. Bu mənim şəxsi seçimimdir. Bir də bunu almaram. Dediyim kimi çox quru bir məhsuldur. Belə pütür-pütürlü görüntü yaradır. Sevmirəm bunu. Göz altları belə yağlı dəriyə sahibsizsə almağa dəyər, amma onda da düşünürəm ki, pütür-pütürlü yaranacaq. Çünki mən üzümü çox yaxşı nəmləndirirəm. Belə. İndi gəlin sevdiyim məhsullara keçək. Bunlar qoyulur. Sevdiyim məhsullar. İlk olaraq bundan başlamaq istəyirəm. Qiymətinə görə çox əla bir foundation'dır. İlk dəfə, hətta bugün mən sizə deyərdim ki, ilk dəfədir ki, bəyəndim bunu, çox bəyəndim. Bu dodaq pomada, belə deyim, qələm. Sonra bu set, bu. Sonra bu palet. Bunu da bəyəndim. Bunu onsuz bəyənirəm. Düşünürəm ki, çox cute bir görüntüsü var. Ən sevilənlərdən, məncə ən favori məhsulum Şiqləmdən budur. Bu paletdir. Qızlar, bunu almağa mütləq dəyər. Yəni o tərəfi bu tərəfi yoxdur. Bu da məncə çox gözəldir. Tez tələsik bir make-up eləyəcəksinizsə almağa dəyər. Atın çantada qalsın. Liner of course. Liner sevimlidir. Sonra yenə də bir ədədir bu palet. İkinci olaraq bu palet, bundan ötürü ürəyim gedir. Bu məhsul da çox gözəldir. Bu dodaq steyni olan soyduğunuz. Bu da yaxşıdır. Bu günləri məsələn buranı çox gözəl parlatdı və qəşəng rəng verdi. Sonra geriyə qalır iki məhsul. Biri bu və bu. Bu məhsul istifadəli deyil məncə. Sadəcə kolleksiyada saxlamaq üçün. Ona görə də bunu ortaya əlavə edirəm. Yəni nə yaxşı, nə pis. Bu da glitter olaraq əslində yaxşıdır. Çox bəyənmirdim, amma bugün düşündüm ki, qiymətinə görə əladır. Mən niyə görə bəyənməyim bunu? Nəysə qızlar, bəyəndinizsə rəylərdə aşağıda qeyd edin. Yaxın zamanlarda Kiko və sair digər məhsullardan tək marka make-up eləyəcəm. Ümid edirəm ki, bəyəndiniz. Necədir? Qızlar, mən çox bəyəndim make-up'ımı. Yəni belə güzgüdən də baxıram. Çox parlaq bir, fresh bir make-up olub. Arxaya da fikir verməyin. Bura mənim belə cındırxanamdır. Baxın. Necə gözəldir. Mən çox bəyəndim. Nəysə, kocam bugün gözəl qarşılayacağım. Sağ olsun bu videolar.
Nəsə, hamınızı öpürəm. Ümid edirəm ki, bəyəndiniz. Rəylərdə sevimli make-up markasını və məhsulunu yazmağı unutmayın və əlbəttə ki, əgər videodakı məhsullardan istifadə etmisinizsə, bəyənmisinizsə, bəyənməmisinizsə, fikirlərinizi bölüşün. Çox gözəl olar ki, sizdə olan şokolad məhsulları haqqında yazın ki, aşağıda bir-birimizə kömək olar. Qızlar öpürəm. Özünüzə yaxşı baxın. Sağ olun.